Deməli, müzakirə eləyəcəyik. Facts and Figures, Unit 1, Lesson 3. The Polar Bear, düzdür? Polar Bear'ə tərcümə necə vermişsiniz bunları? Bunlara qütb ayları, şimal ayları bu şəkildə də xitab edirlər. Yəni, müxtəlif mənbələrdə rast gələ bilərsiniz. Ümumiyyətlə, bunlar haqqında təəssüratınız necədir? Məlumatınız var? Şimal daşıyır sadəcə. Cənuda yox. Başqa nə məlumatınız var uşaqlar? Bir də nəsilləri təbii var. Bir də normal digər, məsələn, boz ayı və qara aylardan daha böyükdürlər. Başqalarının fikri necədir? Sizdə əlavəniz varsa deyin, zəhmət olmasın. Yəni, bunlara ağ ayı kimi də xitab edə bilərsiniz, The Polar Bear. Nəsə əlavəsi olan varsa buyursun. Mənim uzunluqları təxminən 3 metrdir. Çəkisi isə 450 kiloqramdır. 120 kilometrə qədər suyun içində üzə bilirlər. Və qorxanda dənizə girirlər. Maraqlıdır. Okay. Before you read, oxumazdan əvvəl, look at the picture, şəklə baxdıq. Read the sentences və cümlələri oxuyun. Check true, false or no. Deməli, birinci sualımızı oxuyuram. Polar bears eat fish. Ağ ayılar balıq yeyir. Nə fikirləşirsiniz? Doğru, yanlış və yaxud da bilmirəm. Nə yazaq? Doğrudur. Doğrudur. Olsun, doğru. Sonra ikinci sualımız, second one. Polar bears have long, thick hair. Uzun, qalın tükləri var. Belədir. Doğrudur. Bunu doğru hesab edirsiniz. It's also true. And the third one, üçüncü. Polar bears like hot weather. Is it true? Düzdür. Deyir, ağaylar isti havanı sevir. İstidə qala bilir ki, bunlar. Nə yazaq? False verək. Okay. Let's read and translate. Oxuyaq və tərcümə eləyək. Kimsə oxuyub tərcümə eləmək istəyirsə, buyursun. Mən təklif edərdim, Aliyə ingilis dilində oxusun, kimsə də tərcüməsini desin. Mən deyirəm tərcümə. Ya istəyirsiniz, Sənan oxusun, Aliyə tərcümə eləsin. Necə istəyirsiniz, elə deyiləyək. Kimsə ingiliscə oxusun. Sənan oxuyursan? Bəli. Hə, zəhmət Mən olmasın. də tərcümə edə bilərəm. Tamam, hissə eləyərik, tələsməyin. Başlayayım. Zəhmət olmasın, başla. The polar bear is a very big white bear. We call it the polar bear because it lives inside the Arctic Circle near the North Pole. Tərcüməsini yazın. Yo, oxuyacaq, zəhmət olmasın. There are no polar bears at the South Pole. The polar bear lives in the snow and ice. At the North Pole, there is only snow, ice, and water. There is not any land. People cannot see the polar bear in the snow very well because its skull is yellow-white. It has a very warm coat because the weather is cold north of the Arctic Circle. This bear is 3 meters long and it weighs 450 kilos. It can stand on its back legs
because it has very wide feet. It can use its front legs like arms. The polar bear can swim very well. It can swim 120 kilometers out into the water. It catches fish and sea animals for food. It goes into the sea when it is afraid. Some people want to kill polar bear for its beautiful white coat. The government of United States and Russia say that no one can kill polar bears now. They do not want all these beautiful animals to die. Okay, thanks a lot. Başlayayım. Translate into Azerbaycan, please, Aliya. Qit vahisi çox böyük, Bura ağ qədər rəngli. tərcümə eləyərsən qızım, bu hissəyə qədər. Digər hissəndə Narxanım tərcümə eləyər. Bayaq dedim tərcümə eləmək istəyirəm bölək. Olar. Tamam. Qit vahisi çox böyük, ağ rəngli ayıdır. Ona qit vahisi deyirik, çünki o şimal qütbünün yaxınlığında Arktik dairəsinin daxilində yaşayır. Cənub qütbündə isə qütb ayısı yoxdur. Qütb ayısı qar və buzun içində yaşayır. Şimal qütbündə yalnız qar, buz və su var. Orada torpaq yoxdur. İnsanlar qütb ayısını qarda yaxşı görə bilmirlər. Çünki onun tükləri sarımtıl ağ rəngdədir. Hava çox soyuq olduğuna görə onun çox isti tük örtüyü var. Bitti. Bura qədər. Sən davam elə Narxanım qızım. Bu ayının uzunluğu 3 metr, çəkisi isə 450 kiloqramdır. O geniş ayaqları olduğu üçün arxa ayaqlarının üzərində dayana bilir. Ön ayaqlarından qolları kimi istifadə edə bilir. Ağayı çox yaxşı üzə bilir. 120 kilometr suya girə bilir. Yemək üçün balıq və heyvan tutur. Qorxduğu zaman dənizə girir, yəni batır da. Bəzi insanlar ağayısını gözəl ağ tüklərinə görə öldürmək istəyirlər. Amerika Birləşmiş Ştatları və Rusiya hökumətləri deyirlər ki, indi heç kim ağayıları öldürə bilməz. Onlar bütün gün bu gözəl heyvanların ölməsini istəmirlər. Yaxşıdır. Deməli, burada tapşırıq 1. Başlayaq görək nə iş görəcək. Tapşırıqları eləyəndə çətinlik çəkmədiniz? Xeyr. Hələ ki, belə deyək də, sadə versiyadan gedirik. Sadəcə bu dəfə bizə fərqli tapşırıqlar da təqdim olunub. O tapşırıqlar barəsində də məlumat verəcəm sizə. Özüm birinci sərbəst imkan yaratdım ki sizə. Siz orada sərbəst şəkildə nələrsə qeyd edə biləsiniz. Yaxşı quzularım, nəyə baxırıq? Aha, bir saniyə. Bu rəng biraz... Hə, buyurun. Bir də nə demisiniz? The polar bear lives in the... Nə? Harda yaşayır? Snow and ice. Qarda və buzda yaşayır. 2-də nə demisiniz? Polar bear. Polar bear. Polar bear. 2-də polar bear. It goes into the sea when 3-də it it goes into the sea when it is warm. Hasan gedir qaçırılır. Afraid. Qorxan kimi Afraid. gedirlər, gizlənirlər. 4-də nə demisiniz uşaqlar? It has a very warm variantı, hə? Bəli. Warm variantı daha doğru olacaq. 5-də nə düşünürsünüz? There are no polar bears at sea. South. Yes, Sıfır swam. Swim. 6'da. 6-da swim. Yoxsa kimdir gələn? Fərqli səs eşitdim sanki. Yo. Kimdir dərsdə? Mən. Sonradan qoşulan. Əməlim mənəm. Deyirəm də siz fərqli Ola. səs gəldi. Aha. Sonra 6. The Swim. polar can
Swim. No. Yes. The To the seventh. north, It lives inside the Arctic Circle near the near the North Pole. North verəcək, hə? Aha. Yeah. Sonra it Catches It fish and catches, sea yes, animals. it catches. Balık tutur Ve ve balık deniz deniz hayvanı. hayvanları böyle. Yemek. This beer is the 450 kilos. 450 ne olur? weights. Weights, Weight. yes, weights. It can stand up with back It legs can because stand it's up on very, its back legs because it's very very wide. Wide. wide verəcək. Wide bilirsiniz də geniş deməkdir, böyük, iri, Geniş. nəhəng. Wide. Wide feet. Okay. Bu dəfə kontekst yenilənib, yəni başqa mətndə öyrəndiyimiz yeni sözləri burada artıq tərcümə vasitəsilə özümüz tətbiq edəcəyik. Diqqətlə baxaq görək. There are brown and black in North America. Qara və qonur rəngdə nə olar? Bears olacaq. Bears. Bura Bears. bears. Sonra quzular 2-də. How much do you 50 kilos? Deyir 50 kilo. 50 kilo nə olur? Weigh. Sual verərik. Çəkisinə verərik Weigh. sual 2. Such the weight. Bəli. 3-də. Spring is Winter snow. is cold, spring is. Deməli qış soyuqdursa, yazda isti Ha, isti, ilıqdır. o. Ona 3 verəcək. Warm. Warm. Fall is cool. Ben Payızda təşəkkür edirəm. keçəlidir. 4-də. Afraid of animals. Are afraid. Afraid hanı 4. Do Afraid you of like öz to ifadə edə eat bilərik. like Do you like to? swim? Üzgüçülük hovuzunda üzmək olar da, başqa nə iş görmək olar? Italy is Italy is. orange. Deməli İtaliya Fransanın hansı tərəfində yerləşir? Onu da ifadə edə Cənubunda. bilərik. Cənubunda. South. Bəli, ona verək. Hanı? Sol. South. Pardon. South. 7-də. Do you want Do you want some some in your software? Ice. ice verəcək də, bəli, buz. Daha sonra there is North. Snow. Snow mountain. Kanada. Snow var, hə 8. Snow var. Bəli. 9-da Sahara Desert. desert in Afrika'da. North Africa verək də bura, hə? Şimal Afrika'da da. North Africa verək, bəli. 10th Street is a 10th Street is a geniş Wide. olur. wide, bəli, geniş küçə. Bu 9 olacaq, Can hə? you catch the Yox, ball? 9 yox, 10. Başlayın. And Aha, 11-də nə yazaq? Can you can you catch the catch ball? verək də bura. Catch tutmaq da. 11-də burada olacaq. Quad yoxdur. Burada nədir? Write C before the words or phrases about camels. Write K before the words or phrases about kiwis. Aha, bu tapşırıq nədir? Ümumiyyətlə nə Kiwi. başa düşmüsünüz bunlarla bağlı? Kividən söhbət gedir də, quşdan. Şərtdə ümumiyyətlə nə başa düşdünüz, nə dedi sizə? Burada görürsünüz, vocabulary review verib. Review təkrardır. İndiyə qədər öyrəndiklərimizi əvvəlki mətnlər vardı. Biri kiwi, biri də dəvələrlə bağlı. İndi sizə burada səsləndirilmiş və yaxud da təqdim olunmuş 12 fikir hansı ideya dəvəyə aiddirsə C hərfi ilə, hansı ideya kiwilərə aiddirsə K hərfi ilə işarə eləyəcək. Stores heat in its body. Bədənində istilik saxlayır. Nə idi bu? Kim idi? Dəvə. Camel. Ham. Güvəni olan kim idi? Ne? Yenə dəvə. Güvəni də, dəvənin güvəni. Hı.
Tail, quyruğu olan. Quyruğu olan yenə dəvə. Dəvə. Aha. Big eggs, Kiwi. böyük yumurtaları olan. Kiwi. Kiwi. Bu kiwi. Sonra yenə Goes without water. Dəvə. Susuz gedə bilər. Dəvə. Susuz qalır və yaşayır. Camel. 6 da camel. Long Yedi də fake camel. hair. Qalın, uzun tükləri olan. Dəvə. Bu olacaq camel. Eyelashes, kirpikləri olan. Dəvə. Dəvə. Camel. Beak, dimdiyi olan. Kiwi. Əlasız. Desert, səhrada yaşayan kimidir? Dəvə. Yenə camel. Qanadı olan wing. Kiwi. Kiwi də var idi qanad. Amma nəsə qanad biraz mən tərəddüd elədim. Dəvədə qanad yoxdur. Onda da yoxdur. Prosta orada mətndə var idi. Quyruğu və qanadları deyəsən yox idi yazmışdı. Ona qayıdıb baxacağam indi. Siz nə demisiniz? Çocuklar nə deyirsiniz orada? 11-də 10-da nə dediniz qanadlardan? Nə yazmısınız? kiwi. Kiwi. Bəli. Mən buradan nəsə şübhəliyəm. Bu nəsə tərəddüd edirəm qanadlarına. Sonra 11-də 11-də dəvə. hair on its body. Bədənində tük var idi. Dəvədə burada da var, burada da var. Əslində hər ikisinə yaza bilərik. Yaxşı olsun dəvə. Sonra xəzə, lələk. Kiwi. Onlarda lələk yox idi əslində. Lələkdən də nazik tükləri idi. Əslində tre də yaza bilərik. Bu 10-dan 12-yə indi baxacam. Bura gəlin tre yazaq. Bizə dəqiqə qubdan geri dönüş edeyim. Əgər yaddaşım mən aldatmırsam. Bu kiwilərin qanadları yox idi. Deyirəm də yoxdur. Qanadı yoxdur. Bir də lələk hana lələk sözü. Its feather look like hair. Təxmini. It doesn't. Baba yazıb burada yoxdur. Deməli bunun hər ikisində no verərik. Çünki mətn ötəri də olsa yadımdaydı. Oy çox gəldi. Bir saniye. Biraz çok şeymişim. Sayfanı yadımda saxlayardım. Hə, bax bura 10-a da, 12-yə də nothing yazaq. Çünki bunun nə qanadı var, nə də lələyi. Digərlərində problem yoxdur. Bunlara nə cavablar yazmışsınız? Why do we call the big white bear the polar bear? Ya istəyirsiniz bunları qeyd edeyim. Dəqiqə.
birincidə nə cavab yazmısınız? Nəyə görə deyir biz onları ağay adlandırmışıq? It lives near the North Pole. Yazaq elə. It lives near the North Pole. Sonra ikinci sualda nə deyir? Why can't people see the polar bear very well? Nəyə görə yaxşı seçilmir? Yaxşı görə bilmirik. Rəngindən ötürü də onları yaxşı görməməyi. It's white like the snow. Belə yazaq. It is white like the snow. Çünki qar kimi beyaz idilər. Ona görə rənglər seçilmir. Sonra düzələr. Nə deyir? Why does it have a warm coat? Nəyə görə isti geyimi var onlara? Nə yazmısınız? Yoxsa işləməmisiniz bunu? Hava soyuq idi ona görə. The weather is cold. Sonra çəkisi nə qədər idi uşaqlar? Səsim gəlir. Bəli. 450 kilo. 450 kiloydu. 450 kilos. Why does it eat? Nə yeyir olar? Balıq və Balıq, fish and sea animals, yes. Dəniz heyvanları. həmçinin. Sonra altıda nə deyir? Deyir ki, bunlar where does it go when it's afraid? Qorxanda hara gedirlər? Dənizə girirlər. Into the sea, yes. Into the sea. Why do some people want to kill the polar bear? Niyə öldürmək istəyirlər onları? Səbəb nə idi? Sarımtıl ağ rəngli dəriləri var idi. Yox, Ona görə. qardan seçilmirdi deyəydi. Gəl belə yazaq da. For Gəlir 5 dəqiqə gəlir. yaxşı qızım. For its beautiful coat yazaq. Bəli olar. O yaxşı xəzləri var. Ona görə öldürmək istəyirlər ki, ondan boyuta düzəlsinlər. Sonra what do the governments of Russia and the United States says? Nə dedi onlar? İcazə vermirdilər də. Bəli. People can't kill can't kill them. Nəzə yazmaq ümumiyyətlə polar bear yazaq. Polar bears. Can a polar bear live near New Zealand? Yeni Zelandiya'nın yaxınlığında yaşayırdı ki bunlar. Hayır. Ona görə bir dənə no yazacaq. It's far away from the North Pole. Xeyli uzaqdaydılar. Sonra why doesn't the polar bear eat fruit and vegetables?
Deyir nəyə görə onlar meyvə və tərəvəz yemir? Hava şəraiti pis idi. Məncə orada yetişmir. Ona görə də olmadığına görə. The round. Any. Fruit. Or vegetables. Böyle bu şəkildə olmadığına görə yemirlər. Amma qonu rayonla bağlı bunu demək olmaz. Çünki onların əsas qida rasionu ondan ibarətdir. Deməli bu olacaq facts. Figures. Deməli unit 1. Lesson neçə uşaqlar bu? 3. Polabiya deyəsən 3 idi, eləmi? Bəli. Biraz həcmini böyüdək. Unit 1. Böyle. Keçdik digər tapşırığa. Comprehension, multiple choice. Buradan davam edəcəyik. The polar bear yaxşı oxunur ekrandan. Normaldır görüntü. Biraz da yaxınlaşdırdım sizin üçün. Deməli, put a circle around the letter of the best answer. Deməli, doğru cavabı dairəyə alacağıq. The first one. The polar bear lives. Harda yaşayır uşaqlar olar? Birə nə demisiniz? Mən sizi eşitmirəm uşaqlar. Bəli, bir C. The second one, ikinci. At the North Pole, there is no. Nə yox idi orada? İkinci D variantı. D. Torpaq yoxdur, bəli. The third one, üçüncü. People cannot see the polar bear in the snow very well because... A. The fourth, dördüncü. The polar bear for food. Aha. Cats see animals and fish. The fifth, when the polar bear is afraid, it A variantı. goes into the sea. Yes. The sixth, the government of Russia and the United States says that. Ne diyorlar? Aha. No one can kill the polar bear. Yes. What's the main idea for this text? Əsas fikir nə idi mətn üçün? 3. People like to kill polar bears because they have beautiful coats. Bu haqqında var idi, amma tam da bu deyil. Polar bears live north of Arctic Circle in the snow and ice. Yox. Tam yəni bunun haqqında danışmır. Belə mətn əvvəldən sonra bunun haqqında deyil. Polar bears live north of Arctic Circle, eat fish and sea animals and have warm yellow-white coats. Bu daha yaxşı səslənir. Hamısını özündə birləşdirir. Bu bunun haqqındaydı. Qoy burada dayandırım dərsə, sonra keçək digərinə.